Salam. Ədliyyə İnfozun sual-cavab rubrikasındayıq. Aparıcınız mən Şəhlə Əsman, həmsöhbətim isə hüquqşünas mediator Zahir Quliyev. Zahir bəy, xoş görüş. İzləyicimiz Xacay Süleymanova yazır ki, ixtisara düşmüş şəxslər qanunvericiliyə əsasən itirilmiş işini necə bərpa etmək hüququna malikdir? Məsələ burasında odur ki, qanunvericiliklə bir qrup şəxslər var ki, onlar ixtisara düşə bilməzlər. Amma bu halda vətəndaş təbii ki, narazı olduğu təqdirdə əvvəlcə mediasiya, daha sonra məhkəmə bir ay ərzində incə məqamda qeyd eləmək lazımdır ki, məhkəməyə müraciət etməklə itirilmiş hüququnu bərpa edə bilər. Amma qanunvericiliyə müvafiq şəkildə, qanunvericilikdən nəzərdə tutulmuş şəkildə əgər vətəndaş ixtisara düşübsə, iş yerini yitiribsə, bu halda onun bərpa olunması da təbii ki, qeyri-mümkündür. Bu halda vətəndaş yalnız yeni əmək müqaviləsi bağlamaqla işə qəbul oluna bilər. Bu çox aktual mövzudur Zahir bəy. Növbəti buraxılışlarımızdan birində mən sizdən xahiş edəcəm, o mövzuda danışıq. İxtisara düşmüş işçini özü öz ərizəsini yazmağa məcbur edilməsi barəsində bilirsiniz ki, son... Həqiqətən də aktual mövzudur. Bununla bağlı son dövrlər mənə də hüquqşünas olaraq çox müraciətlər gəlir, amma icazənizlə burada vətəndaşlara səslənərək qeyd edeyim ki, heç bir halda onlar işdən çıxmaqla bağlı ərizə yazmağa məcbur edilə bilməzlər və belə bir ərizə yazmasalar, hətta belə bir hal varsa, ərazi üzrə ən azından əmək müvəkkilliyindən şikayətlərini bildirsinlər. Bəli. Növbəti tamaşaçı sualı belədir ki, əgər bir adam başqasını üzbəüz söyüb təhqir edirsə, onu necə sübut edək? Burada əgər hal şahidi varsa, səs yazısı varsa, video görüntü varsa və buna bənzər digər faktlar varsa, o faktlar əsasında sübuta yetirmək mümkündür. Yox, bu hallar yoxdursa, təbii ki, sübut etmək prezumpsiyası, yəni sübut etmək yükü iddiaçının üzərinə düşür. İddiaçı bunu sübut edə bilmirsə, demək ki, burada hansısa cəzadan da söhbət gedə bilməz. Aydındır. Təşəkkür edirəm suallarımızı aydınlıq gətirdiyiniz üçün. Belə dəyərli izləyicilər, əgər sizin də hər hansı sualınız varsa, Ədliyyə İnfozun Facebook səhifəsinə və ya 070-222-91-39 WhatsApp nömrəsinə göndərə bilərsiniz. Gördüyünüz kimi, heç bir tamaşaçının sualı cavabsız qalmır. Hüquqşünasımız Zahir Quliyev təşəkkür edirik ki, bütün suallarımızı cavablandırır. Yeri gəlmişkən siz də Zahir Quliyevlə əlaqə saxlamaq istərsəniz, yenə də 070-222-91-39 WhatsApp nömrəsinə mən Zahir Quliyevlə danışmaq istəyirəm cümləsini yazmanız kifayətdir ki, biz dərhal sizi əlaqələndirək. Belə bir daha qeyd etmək istəyirəm ki, dəyərli izləyicilər, biz sizin üçün çalışırıq. Hüquqlarınızı bizimlə öyrənin. Çünki ən güclü vətəndaş məhz hüququnu bilən vətəndaşdır. Özünüzə yaxşı baxın. Görüşmək ümidi ilə.